Prezident Şəhidlər Xiyabanına gəlir. Necə gəlir, niyə tək gəlir? Onun hamısının da səbəblərini aydınladılar. Niyə ayın 18-də Davos var idi filan, o ayrı məsələ. Cavan oğlandır, əlində də tutub özünün çətirini gəlir də. Sən o qədər mi əldən, ayaqdan gedibsən İsa Habib bəyli? Sənin bir çətir tutanın da var. Allah qoymasa Elmlər Akademiyasının prezidentidir. Sonra da yazıq uşaq işdən çıxardır. Allah qoymasa bu adam bilirsinizmi kimdir? Peşəcə. Cəlil Məmmədquluzadənin araşdırıcısıdır. Namizədliyi də, Elmlər Akademiyasının professorluğu da, nə bilim, bütün yüksəlişini Cəlil Məmmədquluzadəyə borçludur. Cəlil Məmmədquluzadə şünas ömrünü bu millətə qurban verən, qızları, uşaqları şüyəndə öz əl yazmalarını peçə atıb odun yerinə yandırıb uşaqlarını qızdıran, isindirən Cəlil Məmmədquluzadənin irsinin araşdırıcısı bu qədər bədbaxt və zavallı gündədir. Topal olursunuz siz. Bəlkə sizin plaşınızı da kimsə geyindirər. Bəlkə sizin ayaqlarınızı da kimsə geyindirər. Əminəm ki, elədir. Buyur İlqar, bağışla. Yox, müəllim, o həmən adamın işdən çıxarılmasını mən başa düşmədim. Yəni, o nə çətir tutur da, nə olsun ki, bu çətirin tutulması niyə görə təxribat kimi qiymətləndirildi? Lap elə. Bəli, çıx, mərdanə denən ki, nə var ki burada? Və oğlan desin ki, qardaş, mən İsa Habib bəylini çox istəyirəm. Mənim ağsaqqalım. Mənim çoxlu yaxın dostlarım var, qohumlarım var, qardaşım uşaqları var, bacım uşaqları var. Mənim əlimi ağdan qarıya atmağa qoymurlar. Maşının qapısını da bunlar açır, maşının qapısını da bunlar örtür. Paltarımı geyinəndə də biraz çətinlik çəkirəm, qoymurlar. Çətir də ola bilər, tutarlar. Nə var burada? Sən elə normal adamsan, deyən burada nə var ki? Nə böyük şeydir ki? Niyə o adam işdən çıxardırsan? Deməli, sənin günahın var. Başlarının üstlərindən astırdığı şəkilləri indi ömürlərinin kompromatıdır. Gör, nə qədər yazıq və zavallıdırlar, yahu bunlar, Türklər demiş. Başının üstündən asılıb. Ramiz Mehdiyev sənin ömrünün içində olub, ay kişi. Belə. Əslində, o akademiyanın işçilərinin o yazılarını görmüşdüm. Yəni, açığı nə deyim ki, müəllim də, yəni, mənə də qane eləmişdi. Yəni, bu cavan oğlandır, o yaşlı kişidir, yan-bayan dayanıblar. Çətir tutub, başa tutub. Sonradan xəbər gəldi ki, oğlan cəzalandırılıb, həmən o alim. Bunu dəhşətə gəldim ki, yəni, niyə görə? Bu adam nə pislik edib ki? İndi öz-özlərindən pis rəy çıxardıblar da. Yəni, şey deyib ki, İsa Habib bəyli deyib ki, sən məni biabır elədin. Niyə, qardaş? Nə var orada ki? O bir ağıllı jurnalistin bir ağıllı təxribatıydı. Sən ona niyə diqqət edirsən ki? Nə var ki? Zehniyyət belədir. Yanaşma belədir. İcra hakimiyyətlərinin başçılarının zehniyyətindən elmi idarə mərkəzlərinin zehniyyətini yanaşdırıram. Dillər Universitetinin rektoru nə gəzir 22 yaşlı icra başçısının uşağı dekan vəzifəsində? Niyə? Sənin marağın nədir ki, bir icra başçısının hələ tələbə olan bir uşağını şeyə qoysan? Dekan vəzifəsinə və ya dekan yardımçılığı vəzifəsinə. Anlayış budur. Papadan salam var. Anlayış odur. Papa yoxsa bu yoxdur.